Rabiə Ədəviyyə adında bir xanım olub. Təsəvvüf əhlidir, Allahı sevən bəndələrdəndir. Məşhur bir xanımdır. Hətta bəzi mənbələrə görə ilk dəfə Allah sevgisi barədə şeir yazan da bu xanım olub, şeir söyləyən də bir xanım olub. Bir gün küçədə gedir, bir nəfər yaxınlaşır buna, deyir, mən səni sevirəm. Deyir, əgər sən bu sevgində doğru olsan, mən bütün varlığımla səninəm. Amma arxadan bacım gəlir, o məndən də gözəldir. Həmin adam qeyri-ixtiyarı arxaya çönəndə Rabiə buna bir sillə vurur. Deyir ki, uzaqdan səni gördüm, bir insansan. Aqil hesab elədim, ağıllı bir insan hesab elədim. Gəldin, tanışdın, səni aşiq hesab elədim. Amma sınaqdan keçirdim, yalancı gördüm. Məni sevdiyini iddia etdiyin halda məndən qeyrisinə necə baxa bilərsən? Məndən başqasına necə meyl edə bilərsən? Adam deyir, onda əlini başına vurub dedi, eyvahlar olsun. Bir bəndənin sevgisini iddia eləyib yalancı çıxdım, bir silli yedim. İndi əgər mən Allah məhəbbətini iddia eləyib yalancı çıxsam, mənim halım nə olar? Mənim cəzam nə olar? İnsan Allah-u Teala'nın kamil sifətlərini, əsma-ül husnasını özündə cəm edə biləcək yeganə bir varlıqdır. Çünki Allahın xəlifəsidir insan. Allahın əsma-ül husnasını, o gözəl adlarını yalnız insan özündə əks etdirə bilər, onların təcəlləsinə çevrilə bilər. İnsan elə bilər ki, o qədər saflaşar ki, qəlb Allahın hərəminə çevrilər. Allahdan qeyri, Allaha aid olmayan, ilahi olmayan, Rəbbani olmayan nə varsa bu qəlbdən qovub çıxardar. Hədisdə buyurur ki, müminin qəlbi Rəhmanın ərşidir. Allahın taxtı tacı müminin qəlbindədir. Necə ki bir hədis qudüsüdə Allah buyurur ki, göylərə yerə sığmaram, amma mömin bəndəmin qəlbinə sığaram. Budur sağlam qəlb. Quran buyurur, o gün elə bir gündür ki, nə mal, nə var dövlət, nə övlad heç biri fayda verməyəcək. Yalnız sağlam qəlblə Allahın huzuruna gələnlərdən başqa. Quran-ı Kərimdə Allah Teala buyurur ki, Allah bir insana iki qəlb yaratmayıbdı, bir qəlb yaradıbdı. İndi İmam Hüseyin əleyhissalam gör nə cür vəsf eləyir Allaha, deyir, İlahi səni sevənlərin qəlbindən sən əğyarın məhəbbətin çıxartdın, qeyrilərinin məhəbbətin çıxartdın ki, onlar tay səndən qeyrisini sevmədilər və səndən qeyrisinə sığınmadılar, pənah gətirmədilər. Allah sevgisinə yanaşı dünya sevgisi, mal sevgisi, buna paralel olan sevgilər mümkün deyil bir qəlbdə olsun.